İyulun 10-da olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Gündüz şimal-qərb küləyi, şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-23 dərəcə, gündüz 30-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu. Nisbi rütubət gecə 75-85%, gündüz 55-65% təşkil edəcək. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərində qısa müddətli yağış, şimşək və dolu ehtimalı var. Gecə və səhər dağlarda duman olacaq. Havanın temperaturu gecə 20-25 dərəcə, gündüz 32-37 dərəcə isti. Dağlarda gecə 11-16 dərəcə, gündüz 20-25 dərəcə, bəzi yerlərdə 28-30 dərəcə isti olacaq.